Günün 8-10 saatını telefonda keçirməyimizə baxmayaraq yuxularımızda niyə telefon görmürük? 16 mindən çox yuxunu analiz edən alimlər yuxularda telefonların həqiqətən də az görüldüyünü aşkar ediblər. Qadınların 3,6, kişilərin isə 2,7% yuxularında telefon gördüyünü təsdiqləyiblər. Beynimizdən keçən və ya məşğul olduğumuz şeylərin elə həmin günün gecəsi yuxularımıza girməsi ilə yaxşı tanışıq. Amma mobil telefonlarda belə deyil. Bəs necə olur ki, günümüzün bir çox hissəsini keçirdiyimiz telefonlar yuxularımıza girmir? Bununla bağlı müxtəlif mülahizələr var. Ən məntiqlisi ondan ibarətdir ki, yuxularda gördüyümüz hadisələr bizim real həyatda yaşadığımız, gördüyümüz və canlandıra bildiyimiz hadisələrlə bağlı olur. Biz hər hansı məlumatı smartfondan alsaq belə, təfəkkürümüz həmin məlumatı realda baş vermiş şəkildə yaddaşda saxlayır. Məsələn, smartfondan film izləyərkən bir müddətdən sonra özümüzü həmin filmin içində hiss edirik. Beynimiz həmin məlumatı smartfondan aldığını, necə deyərlər, görməzdən gəlir. Bir tərəfdən insanlar yuxularında yazı, rəqəm, saat kimi işarələri oxumaqda çətinlik çəkdiyini bildirir. Əslində telefonlar məlumatı bənzər şəkildə bizə çatdırdıqları üçün beynimizin yuxuda telefonla bağlı anları yaratması çətinləşmiş ola bilir. Bəs siz yuxunuzda telefon gördüyünüzü xatırlayırsınız?